Salam, hörmətli tələbələr. Bu gün sizlərə kinematika mövzusunun bir bölməsi olan təcil, düzxətti bərabər təcili hərəkəti izah edəcəyəm. Gəlin, baxaq görək birincisi təcil nədir? Tutaq ki, yolda avtomobilimiz hərəkətə gedir. Bu avtomobilin hərəkətə başladığı sürət 10 metr bölünsün saniyədir. 10 metr bölünsün saniyə sürətlə bu avtomobil düz xətt boyunca hərəkət edir. Sonra avtomobil başlayır sürətini artırmağa və məsələn 5 saniyə sonra sürətini qaldırır, eləyir, tutalım deyək ki, 20 metr bölünsün saniyə. 20 metr bölünsün saniyə eləyir sürətini. Baxın, bu avtomobilin bu zaman 5 saniyə zaman ərzində sürətinin dəyişməsinə təcil deyilir. Yəni 5 saniyə ərzində cisim öz sürətini nə qədər dəyişibdir? Əvvəl 10 idi, sonra oldu 20. 10 metr bölünsün saniyə öz sürətini 5 saniyədə dəyişibdir. Bu kəmiyyətə biz deyirik təcil. Təcil A hərfi ilə işarə olunur. Başındakı xətt. Yəni, bu onu göstərir ki, təcil vektorial kəmiyyətdir. İndi izaha əsasən təcili necə tapırıq? Dedik ki, müəyyən zaman ərzində sürətin dəyişməsinə təcil deyilir. O zaman necə ifadə edərik? Əvvəlki sürətdən. Daha doğrusu sonraki sürətdən. Əvvəlki sürəti çıxıb, bölürük zamana. Düzdürmü? 20-dən 10-u çıxırıq. Sürət dəyişməsi 10, onu 5-ə bölürük 2. İndi gəlin bunu düsturla əvəz eləyək. Baxın, dedik ki, son sürət. Sürətimizin işarəsi nə idi? V. Çıxılsın başlanğıc sürət. Başlanğıc sürət dediyimizə görə V0. Bölünsün. Bunu çox uzun götürdük. Bir dəqiqə. Qoy. Üzrü sayın. Bölünsün. Bu olur təcilin düsturu. Bu o deməkdir ki, cismin 1 saniyə ərzində sürətini dəyişməsinə təcil deyilir. Və yaxud da belə yaza bilərik, sürətin dəyişməsini delta V şəklində yazırıq. Siz bilirsiniz, delta ümumiyyətlə dəyişmə deməkdir. Fizikanın növbəti bölmələrində də görəcəksiniz ki, dəyişmələr delta hərfi ilə işarə olunur. Bu delta hərfi yoxdur, üçbucaqdır. Delta V bölünsün T-yə. Sürət, daha doğrusu təcilin vahidini gəlin tapaq. Sürətin vahidi nə idi? Metr bölünsün saniyə. Zamanın da vahidi saniyə deyilmi? Metr bölünsün saniyə, bölünsün saniyə. Bölünsün saniyə. Bu da olur. Saniyə düşər məxrəcə. Olacaq metr bölünsün saniyənin kvadratı. Beynəlxalq sistemdə təcilin vahidi metr bölünsün saniyə kvadratıdır. Təcil yadınızda qalsın, yoldaşlar, akselerometr adlanan cihazla ölçülür. Yazaq bura, akselerometr adlanan cihazla ölçülür. Sürət isə xatırlayırsınızsa, əvvəlki dərsimizdə keçmişdik. Spidometr adlanan cihazla ölçülür. Sürət artdıqca, ümumiyyətlə, təcilin özü də bir dəyişən kəmiyyətdir. Biz xatırlayırsınızsa, düz xətti, bərabər sürətli hərəkəti keçəndə dedik ki, sürət zaman keçdikcə sabit qalır, dəyişmir. Amma təcil dəyişə biləndə, biz dedik, sürəti zaman keçdikcə dəyişir. Məsələn, əvvəl 10 idi, sonra 20 oldu. Amma bu hadisənin əksi də ola bilər. Sürət azalan şəkildə də dəyişə bilər. Tutalım, bu cisim 20 metr bölü saniyə sürətlə başlayıbdır. Amma tormuz verə-verə gəlir,
və sürətini azaldır, 10 metr bölünsün saniyəyə düşür. Təcili biz qiymətindən asılı olaraq 3 növə ayıra bilərik. Düz xətti bərabər sürətli hərəkət. Baxın, düz xətti bərabər sürətli hərəkətdə biz nə demişdik? Demişdik ki, sürət dəyişməsi yoxdur, yəni sürət konstant. Sürət sabitdirsə, o zaman təcil nə olacaq? Baxın, sürət dəyişməsi yoxdur. O zaman təcilimiz 0-a bərabər olacaq. Çünki necə? Əvvəlki sürət də 5-dir, sonrakı sürət də 5-dir. 5-dən 5-ə çıxırıq 0. 0-ı da nəyə bölsək cavab olacaq 0. Ona görə də düz xətti bərabər sürətli hərəkətdə biz deyirik ki, təcil 0-a bərabərdir. Sonra deyirik ki, düz xətti bərabər təcilli hərəkət. Baxın, bu bir hal idi. Yazaq burada. Düz xətti bərabər sürətli hərəkət. Oy, demirsiniz, ingilis dilində qaldı bu. Düz xətti bərabər sürətli hərəkət. Bu bir hal. İkinci halımız var bizim. İkinci halda deyirik ki, düz xətti bərabər təcilli hərəkət. Baxın, adından da göründüyü kimi düz xətti bərabər təcilli hərəkət. Yəni A təcil bərabərdir konstant. Burada da təcil sabit qalır. Bir də üçüncü halımız var. Burada da deyirik ki, dəyişən təcilli hərəkət. Yəni A fərqlidir konstant yazırıq. Bunu qeyd olaraq götürə bilərsiniz. Mən burada yazım, siz də özünüz qeyd olaraq götürün. İkinci hala deyirik ki, düz xətti bərabər təcilli hərəkət. Üçüncü halada biz deyirik ki, düz xətti dəyişən sürətli hərəkət. Bunları bir qeyd olaraq götürün. Düz xətti dəyişən sürətli hərəkət, düz xətti bərabər təcili hərəkət və düz xətti bərabər sürətli hərəkət. Orta məktəb fizikasında biz düz xətti dəyişən sürətli hərəkəti öyrənməyəcəyik, çünki bu biraz daha çətindir. Düz xətti bərabər təcili, yəni bu ikinci, birinci halı onsuz da öyrənmişik, düz xətti bərabər sürətli hərəkəti. İndi düz xətti bərabər təcili hərəkətə baxacağıq. Gəlin baxaq görək, düz xətti bərabər təcili hərəkət nəyə deyilir? Deməli, trayektoriyası düz xətt olub. İstənilən bərabər zaman fasilələrində sürətini eyni qədər dəyişən hərəkətə düz xətti bərabər təcili hərəkət deyilir. Yəni, bir avtomobili təsəvvür edin. Bu avtomobil olsun. Oxşayır avtomobillərimi deyirəm ki, bu avtomobil hər 5 saniyədə tutalım ki, sürətini 10 metr böl saniyə artırır. Birinci 5 saniyədə 10 metr böl saniyə artırdı. Tutaq ki, 10 idi. 5 saniyə ərzində gəldi oldu 20. Sonraki 5 saniyə ərzində gəldi oldu 30. Növbəti 5 saniyə ərzində gəldi oldu 40. Baxın, buna biz deyirik bərabər təcilli hərəkət. Bərabər təcilli hərəkətin 2 növü vardır. Yadınızda saxlayın. İndi yazaq burada qeyd edək. Bərabər təcili hərəkətin növlərini. Birinci növü düz xəttli bərabər yeyinləşən hərəkət. İndi baxacağıq bir-bir ki, hansı halda nə olur?
İkinci düz xətli bərabər yavaşlayan. Bəli. Bunu qeyd olaraq götürün. İki halı vardı. Bərabər təcrid hərəkətin düz xətli bərabər yeyinləşən hərəkət və düz xətli bərabər yavaşlayan hərəkət. Düz xətli bərabər yeyinləşən hərəkət nə deməkdir? Baxın, görürsünüz, izahı sözün içində gizlənibdir. Bərabər yeyinləşən, yəni sürətini artıran hərəkətə biz deyirik bərabər yeyinləşən hərəkət. Cismin sürəti, daha doğrusu sürətinin modu zaman keçdikcə artır. Və bu zaman cismin təcrid vektoru, sürət vektoru ilə eyni istiqamətə yönəlir. Baxın, avtomobil məsələsinə qayıdırıq. Bu avtomobildir. Avtomobil. Bundan sonra biz artıq koordinat sistemi üzərindən izah edəcəyik. Ona görə də bunu bir koordinat sistemi olaraq təsəvvür edirsiniz və bu x oxu istiqamətindədir. Cisim bu istiqaməti, x oxu istiqamətində hərəkət edir və düz xətli bərabər yeyinləşən. Baxın, bir halını yazıram bura ki, biləsiniz. Düz xətli bərabər yeyinləşən hərəkət edir. Sürəti bu istiqamətdədirsə, x oxu istiqamətində, o zaman onun təcili də onun istiqamətində olacaq. Aydın oldumu? Və yaxud da əksi halda, tutaq ki, x oxunun əksi istiqamətinə hərəkət edirsə cisim, yəni avtomobildir. Bu avtomobil bu istiqamətdə hərəkət edirsə, o zaman onun sürəti məlum məsələdir ki, x oxunun əksi istiqamətinə hərəkət edir və təcili də x oxunun əksi istiqamətinə doğru hərəkət edir. Bu düz xətli bərabər yeyinləşən üçün olan haldır və dedik ki, sürət zaman keçdikcə artır. Yenə qayıdırıq bayaqkındakı kimi 10 idisə olur 20, 20 idisə olur 30 və fərqi yoxdur. Bu istiqamətlə, bu istiqamətlə. Hər iki istiqamətlə yeyinləşən hərəkət edir. İndi baxaq ikinci hala. İkinci hal dedik ki, düz xətli bərabər yavaşlayan hərəkət. Bərabər yavaşlayan hərəkətdə cismin sürətinin modu zaman keçdikcə azalır. Yəni, bu dəfə əksinə, bayaq demişdik, tormozlanma məsələsi 20 idi, sürətini azalda gəlir, olur 10. Bu zaman sürətlə təcridin vektoru bir-birinin əksi istiqamətində hərəkət edir. Bu koordinat sistemidir. X oxudur. Bu cisim x oxunun istiqamətində hərəkət edir. X oxu istiqamətində hərəkət edərsə, yəni sürəti x oxunun istiqamətindədir. Bu zaman təcil bərabər yavaşlayan hərəkət etdiyi üçün təcil onun əksinə yönəlir, bu hissəyə yönəlir. Bunu bir qeyd olaraq götürün ki, düz xətli bərabər yavaşlayan hərəkət edən cisimlərdə cisim koordinat istiqamətində, koordinat oxu istiqamətində hərəkət edirsə, təcil koordinat oxunun x istiqamətində hərəkət edəcək. Və yaxud da yenə bu koordinat sistemidir, bu bizim cismimizdir. Bu cismimizin hərəkəti koordinat oxunun əksi istiqamətində yönəlibdir. Yəni, sürət vektoru koordinat oxunun əksinə yönəlirsə, təcrid vektoru koordinat oxunun öz istiqamətinə yönələcək. Bu qaydanı da yadınızda saxlayın. Cismin başlanğıc sürəti və təcili məlum olarsa, onun istənilən zaman anındakı hərəkətini hesablaya bilərik də, düzdürmü? Bayaq ki, düsturumuza qayıdaq, başda dediyimiz təcili düsturundan daha doğrusu A bərabərdir, V çıxılsın V0 bölünsün T-yə. Bizdə başlanğıc sürəti verir, təcili verir. İstənilən zaman anında da V-nin qiymətini tapa bilərik də, elə deyilmi? Onda olacaq ki, V bərabərdir, A vurulsun T, AT üstə gəlinsin V0-a. Bu düsturu yadınızda saxlayın.
Və yaxud da bunun məsələn x oxu üzrə proyeksiyası deyəndə də yenə eyni şeyi yaza bilərsiniz. Bu zaman indeksdə x olur v0 x, daha doğrusu vx. Biz sıfırı buraya yazmaqda biz vx-i tapırıq. Vx bərabərdir v0 x üstəgəl a t-yə. Bu qaydanı da yadınızda saxlayın. Demək, gələk qrafiklərə. Düzxətti bərabər təcili hərəkətdə bizim başlanğıc sürətimiz v0 əgər sıfırdan fərqli bir qiymət alırsa, o zaman onun qrafiki v0 nöqtəsindən keçən. Amma v0'ımız 0 olarsa, koordinat başlanğıcından keçən düz xəttdir. Gəlin baxaq nə deməyə çalışırıq. Baxın, məsələn, biz bunu yenə düz xətti bərabər yeniləşən və düz xətti bərabər yavaşlayan hərəkətlərə görə fərqləndirəcəyik. Bu koordinat sistemidir. Düz xətti bərabər yeniləşən hərəkətlərdə biz bilirik ki, təcilin və sürətin proyeksiyası eyni olur. Eyni istiqamətdə yönəldiyinə görə hər ikisi müsbət və ya hər ikisi mənfi. Müsbət, mənfi onun hansı istiqamət üzrə hərəkət etdiyini göstərir. Yadınızda saxlayın. Baxın, yuxarıda biz dedik, yuxarıya sürüşdürün. Yeniləşən hərəkətdə çoxunun öz istiqamətinə hərəkət edirsə, bu zaman sürətin və təcilin proyeksiyaları sıfırdan böyük olur. Əksinə hərəkət edirsə, çox istiqamətinin əksinə. O zaman da proyeksiya dediyimiz üçün indeksdə x yazaq. Proyeksiyaları sıfırdan kiçik olur. Baxın, x-in əksi istiqamətinə gedir. Ona görə sıfırdan kiçikdir. X-in öz istiqamətinə gedir. Sıfırdan böyükdür. İndi baxaq gəlin bu hallara. Əgər dedik ki, başlanğıc sürət sıfırdan fərqlidir. Yəni, məsələn, başdakı məsələyə qayıdaq. Sürəti 10 metr bölü saniyə idi. Başladıq, sürətini qaldırdı, 20 metr bölünsün saniyə oldu. Deyirik ki, sıfırdan fərqlidir. Düz xətti bərabər yeniləşən hərəkət edir və koordinat istiqamətində hərəkət edir. Onda bunun qrafiki koordinat başlanğıcının, daha doğrusu hər hansısa bir nöqtədən keçən v0 nöqtəsindən keçən düz xətt olacaq. Bu v0 fərqlidir 0 halı üçündür və koordinat oxu istiqamətində hərəkət edir. O zaman nə olacaq? Vx bərabərdir. Biz dedik axı, hər ikisi müsbət olur. Ona görə v0 üstə gəlinsin at-yə. Və yaxud da v0 əgər 0-a bərabərdirsə, o zaman koordinat başlanğıcından keçəcək. Biz də burada v0-ın yerinə 0 yazsaq nə olacaq? Vx bərabərdir a dəfə t-yə. Artıq bu dəfə başlanğıc sürət yoxdur da. Tutaq ki, məsələn, cisim, avtomobil dayanıbdır, ondan sonra başlayır hərəkətə. Yəni 0 halından müəyyən bir sürət alıbdır. O zaman a dəfə t olacaq vx-imiz. Və koordinat oxu istiqamətində hərəkət etmiş olacaq. İndi bir də baxırıq, koordinat oxunun əksi istiqamətində hərəkət edirsə, yəni birinci halda ikinci qrafik var idi, müxtəlif istiqamətlərə hərəkət edirdi. Bu zaman nə olacaq? Dedik ki, müxtəlif istiqamətlərə hərəkət edəndə kiçikdir ax, vx-i biz kiçikdir 0 götürürük. Koordinat oxunun əksi istiqamətində hərəkət edəndə, yəni vx kiçikdir 0 və ax kiçikdir 0-a. Bu zaman, baxın, bu qrafiki biraz aşağı sürüşdürürəm. Bu zaman, baxın,
V0 fərq edir 0 halında belə olacaq. V0 0 halında belə olacaq. Bu zamanda dedik axı sıfırdan kiçikdir hər ikisi. Sıfırdan kiçikdirsə yazacağıq ki, Vx bərabərdir. Baxın, V0 başlanğıc sürəti 0 idi. Burada da AT idi. Ayımızı mənfi yazdığımıza görə, sıfırdan kiçikdir yazdığımıza görə olacaq Vx bərabərdir mənfi AT. İkinci hal üçün olacaq Vx bərabərdir mənfi V0 çıxılsın AT-yə. Bu düz xətti bərabər yeyinləşən hərəkətdə sürət və təcrin proyeksiyalarıdır. X oxunun istiqamətində və X oxunun əksi istiqamətində. Birinci hal X oxunun istiqamətindədir. Baxın, bu birinci hal X oxu istiqamətində bərabər yeyinləşən hərəkətdir. İkinci hal isə X oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkətdir. Və iki hal oldu bizdə. Başlanğıc sürəti sıfıra bərabər olan hal üçün və başlanğıc sürəti sıfırdan fərqli olan hal üçün. İndi gəlin baxaq, düz xətti bərabər yavaşlayan hərəkətdə necə olur? Biz dedik axı, düz xətti bərabər yavaşlayan hərəkətdə sürət və təcil əks işarəli olur. Yəni, sürət hansı istiqamətdədirsə, təcil onun əksi istiqamətindədir. Düz xətti bərabər yavaşlayan hərəkətdə. Yəni, burada qeyd edək ki, bərabər yavaşlayan bu düz xətti bərabər yavaşlayan hərəkətdə necə olur? Gəlin ona baxaq. Dedik ki, düz xətti bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektoru bir-birinin əksi istiqamətinə yönəlir. Sürət, məsələn, koordinat oxunun istiqamətinə yönəlirsə, təcil koordinat oxunun əksi istiqamətinə yönəlir. O zaman necə ifadə edirik bunu? Yazırıq ki, V0 kiçikdir 0 olarsa, A böyükdür 0 olar. X böyükdür 0 olar. Bunu yoldaşlar, siz riyazi olaraq elə başa düşməyin ki, yəni sürət mənfi qiymət alır. Bu sıfırdan kiçik olması sürətin və ya təcrübənin mənfi qiymət alması demək deyil. Sadəcə onun hərəkət istiqamətini göstərir. Aydın oldu? Yəni koordinat oxunu təsəvvür eləyin. Bir sıfır nöqtəsi götürək. Başlanğıc nöqtədir. Sıfır nöqtəsi götürək. Bu da koordinat oxunun istiqamətidir. Yəni elə fikirləşin ki, cisim durubdur ortada, sıfır nöqtəsində və sağa və sola hərəkət edir. Baxın, sağa hərəkəti biz müsbət qəbul edirik. Bilirsiniz də koordinat oxunu riyaziyyatdan. Sola hərəkəti də mənfi qəbul edirik. Yəni biz artıq sağa və sola demirik, müsbət və mənfi deyirik. Aydın oldu mu? Bu hissəni sil, yuxarını da sildim, yox, problem yox. İndi cisim dedik ki, V0x sıfırdan kiçikdir, AX sıfırdan böyükdür və yaxud da əksinə V0x sıfırdan böyükdür. O zaman yavaşlayan hərəkətdən danışdığımız üçün AX kiçikdir 0 olacaq. İndi bərabər yavaşlayan hərəkətdə necə olur? Bərabər yavaşlayan hərəkətdə məlum məsələdir ki, başlanğıc sürət 0 ola bilməz. Necə olur? Sıfırda dayanıbdır. Onsuz da cismin sürəti və 0 bərabərdir 0-dır. Bu yavaşlayan gedə bilməz axı. Onsuz da dayanıbdır bu cisim. Bir də necə sürətini azaltsın? Elə deyilmi? Ona görə də biz ümumiyyətlə V0 bərabər 0 halını nəzərdən çıxardırıq. V0 fərqlidir 0 halına baxırıq. Bu zaman necə olur? Baxın. Bu Vx'dir. Bunu T'dir. Koordinatın zamanlamasılıq qrafik. Baxın, müəyyən zaman sürətində
Koordinat oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkət edir və x bərabər olur. Baxın, koordinat oxu istiqaməti deyirik. O zaman V0 müsbət olur. Heç nə yazmırıq yanına. Amma ayımız, yəni təcilimiz mənfi olduğu üçün yazırıq ki, V0 çıxılsın A dəfə D-yə. Bu hala uyğun gəlir. Yəni cisim koordinat oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Bir də baxın, bu ikinci halımızı da bura gətirək. Belə işarə edək. Koordinat oxudur. Bunun aşağısını uzadaq. Bir dəqiqə yenidən çəkim bunu. Bu koordinat oxu olsun. İndi baxın. Bu Vx-dir. Sürətin zamanın asılılıq proyeksiyasını koordinat düsturunu çəkirik. Bu da mənfi V0-dır. Baxın, indi dedik ki, koordinat oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət edir. Bu zaman qrafikimiz necə olacaq? Bu şəkildə olacaq. Koordinat oxunun əksi istiqamətində demişiksə, düsturumuz nə olacaq? Vx bərabərdir. Koordinat oxunun əksi dediyinə görə V-imiz mənfidir. Mənfi V0. Ayımız da müsbətdir. Üstə gəlinsin A dəfə T-yə. Bu da ikinci halımız düz xətli bərabər yavaşlayan hərəkətdə koordinat oxunun əksi istiqamətində sürətin zamandan asılı proyeksiyası. Bu qrafikləri həm məntiqini başa düşmək lazımdır, həm də müəyyən qədər göz yaddaşı ilə yadda saxlamaq lazımdır ki, testlərdə bunlar tez-tez düşəcək, yadınızda qalsın. İndi bir aşağı sürüşdürək və biz davam edək bu qrafiklərə. Düz xətli bərabər təcili hərəkətdə gəlin biz yer dəyişmənin proyeksiyasını hesablayaq. Böyle bir qrafik verilibdir bizə. Bu Vx-dir. Sürətin zamanla asılının proyeksiyasıdır və bizə deyir ki, təcili necə taparıq. Dedik ki, müəyyən bir nöqtədən başlayır və yuxarıya doğru bərabər yeyinləşən hərəkət edir. Bu zaman biz yer dəyişməni, yəni S-i necə hesablayarıq? Baxın, S bu zaman, baxın, burada qırıq-qırıq xətlərlə birləşdirim. Burada bir nə alındı? Qırmızı xətlə göstərim. Burada bir trapesiya alınmadı mı? Baxın, bu trapesiyanın və yaxud da hər hansısa fərqli bir fiqur da alına bilər. Həmin fiqurun sahəsi bizə yer dəyişmənin qiymətini göstərir. Yer dəyişməni buradan trapesiyanın sahəsini hesablayaraq necə tapacağıq? Bu hissəsi V0-dır da. Bura V0-dır. Düzdürmü? Olacaq ki, trapesiyanın sahə düsturu nə idi? S bərabərdir. Oturacaqlarının cəmi A plus B bölünsün 2 vurulsun H. İndi biz burada A, B ilə H ilə yox, sürətlərlə yazacağıq. S bərabərdir. S-imizdə yer dəyişmədir. Sx, yer dəyişmənin proyeksiyası. Baxın, bura V0-dır da. Biz 0 qiymətindən başlayaraq müəyyən miqdarda yol gedibdir. V0-dan 0 çıxsaq, V0 qalır. Yazırıq V0. Üstə gəlinsin. Bax, 0-dan müəyyən bir qiymət, sürət alıbdır da. Hər hansısa bir sürət alıbdır. Biz o sürəti Vx ilə işarə edirik. V0x üstə gəlinsin bu x bölünsün 2-yə vurulsun hündürlüyümüz nədir? Hündürlüyümüz də bu hissə deyilmi? Bu hissədə nədir? T-yə. Vurulsun T-yə. Bu olur düz xətli bərabər təcili hərəkətdə yer dəyişmənin proyeksiyasının qiyməti. İndi gəlin biz buradan analogiya aparaq və yer dəyişmənin düsturunu hesablayaq. Bu bir düsturumuzdur, yadda qalsın.
Bu birinci. İkinci düsturumuzu necə hesablayırıq? Yadınızdadırsa, dərsin əvvəlində biz dedik ki, ikinci sürəti necə tapardıq? Vx bərabər idi. Bizdə başlanğıc sürət verilibdi və təcil verilibdi. Onda ikinci sürəti V0x üstəgəl AT-yə hesablamırdıq. Baxın, indi bu düsturu V0x üstəgəlsin AX-T-ni buradakı Vx-in yerinə qoyacağıq. Gəlin qoyaq, hesablayaq. Alınır Sx bərabərdir V0 üstəgəlsin V0x üstəgəl AXT bölünsün 2 vurulsun T'ye. Bura qədər aydın oldu mu? Baxın, bu əvvəlkində ikinci sürətin düsturunu gətirdik. Bu düsturda yerinə qoyduq. Vx-in yerinə qoyduq. Bura qədər həll elədik. İndi gəlin hamısını toplayaq. Baxın, V0x üstəgəl V0x 2 V0 üstəgəlinsin. AX-T qalır yerində. Onu nə ilə əvəz edə bilmirik. Bölünsün vurulsun T'yə. İndi nə edirik? Hər tərəfi bölürük 2-yə, vururuq T'yə. Riyazi məsələdir, riyaziyyatdır. Məsələn, 2 və 0x-i 2-yə böldük. 2-lər burada sar getdi. Qaldı V0x. Bu T'də ümumi bu kəsrin qarşısındadır. Qalır V0x vurulsun T. Üstəgəl AX-T bölünsün 2. Biz dedik axı bunu 2 yerə bölürük. 2 V0x bölü 2. Üstəgəl AX-T bölünsün 2-yə. AX-T-ni 2-yə bölüb vururuq T-yə. Onda nə alınır? Alınır ki, AX-T'nin kvadratı bölünsün 2. Bu düsturu mütləq yadınızda saxlayın. Düz xətli bərabər təcili hərəkətdə yer dəyişmənin reaksiyasının zamandan asılılıq təyin və bu düstur ixtiyari zaman anında cismin yer dəyişməsini hesablamağa kömək edir. Tutalım, sizdə misallar olacaq. Misallarda sizə T-nin qiyməti verilib, başlanğıc sürətin qiyməti verilib, təcilin qiyməti verilib. Sizə deyir yer dəyişməni tap. Yer dəyişməni baxın, burada verilən bu düstura əsasən tapacaqsınız. V0xt üstəgəl 2-də AXT kvadratı şəklində olacaq. Aydındırmı? İndi gəlin baxaq nəyə? Biz təcil düsturundan gəlin zamanı hesablayaq. A bərabərdir. Təcil düsturundan gəlin zamanı hesablayaq. Vx çıxılsın V0x bölünsün T'yə. T'ni buradan necə hesablayarıq? Riyaziyyatdır da, yadınızda sürəti bölürük alınan cavaba, qiymətə. Vx çıxılsın V0x bölünsün AX-ə. Bunu yazdıqmı? Belə bir təyin yazdıq. Yəni zamanı bizə verilən qiymətlərdən hesablaya bilirik. Zamanın hesablanmasını. İndi gəlin bu əvvəlki biz düstur tapmışdıq ha ən başda. Ən birinci düstur var idi. Bax, V0x üstəgəl Vx bölü 2 vurulsun T. Gəlin T'nin yerinə bu qiyməti qoyaq. Necə qoyacağıq? S bərabər idi nəyə? Yəni yazaq, yenidən yazaq. V0x üstəgəl Vx bölünsün 2 vurulsun T. Bu da bərabərdir. V0x üstəgəl Vx böl 2 vurulsun, gəlib bu düsturu qoyuruq yerinə. Vx çıxılsın V0x bölünsün AX-ə.
Aydın oldumu? Gətirdik, yerinə qoyduq sadəcə. Analogiya aparırıq. İndi nə alınacaq burada? V0x üstəgəl Vx vurulsun Vx çıx V0x. Baxın, nə olur bu? Yadınızdadırsa, nəyə oxşuyur? Müxtəsər vurma düsturuna oxşamırmı? A kvadratı çıxılsın B kvadratının açılışına. Onda nə alınacaq? Alınacaq ki, Vx-in kvadratı çıxılsın V0x-in kvadratına bölünsün 2ax-ə. Bu da yer dəyişmənin hesablanmasının üçüncü üsuludur. Bunu da beləliklə yadınızda saxlayın. İndilik bu qədər. Davamını da ikinci hissədə izah